Qərvənd şəhidlərinə həsr olunur. Bir dəfə qalxan bayraq bir daha enməz. Şəhidlər ölməz, vətən bölünməz. İndi də düşündürür bu sual məni. Bəs niyə böldülər bizim vətəni? Bizi ikiyə bölsə də o Araz çayı, olmaz vətənin o tay bu tayı. O vaxtdan ikiyə bölünsək də biz, həmişə bir vurdu bizim qəlbimiz. Səs saldı dağlara, haray çəkdi şəhriyar. Səsinə səs verdi şair Bəxtiyar. Bax belə yaşayırıq çox uzun illər. Ayrı düşdü həm obalar, həm ellər. Bilməz idik ayrılığı kim saldı. Ölkəmizdə kim qırıldı, kim qaldı. Çox başı bəlalar çəkdi bu ölkə. Başının üstünü aldı təhlükə. Düşmən hədəf seçdi Can Qarabağı. Sinəmizə çəkdilər Çalçarpaz dağı. Bir də bölünməsin deyə öz vətənimiz, qalxdı ayağa mərd igidlərimiz. Car çəkdi Qərvəndin mərd oğulları. Heç vaxt unutmarıq biz də onları. Döyüşə qalxdı hər vətən oğlu. Çünki babalarımız olub Koroğlu. Dizlərini yerə qoyub o baxdı göyə. Allah səsini eşitsin deyə. Ucadan söylədi Allahu Əkbər. Döyüşə bax belə getdi Ələkbər. Şəhidlik zirvəsinə o da ucaldı. Onun da adı tarixdə qaldı. Gözündə toplayıb hünər cəsarət, silaha sarıldı bizim səxavət. O qan uddururdu azğın düşmənə. Canını fəda etdi doğma vətənə. Allahverdiyev zabil, vətənpərvərdir çox. Onun xislətində qorxu, hürkü yox. Vətən mənim ürəyim, canım deyirdi. Vətəni özündən çox istəyirdi. Bir xəbər də verim, siz bunu bilin. Qərvənd məktəbi adınadır zabilin. Yaddan çıxarmı heç belə bir ad? Həmişə qəlbimizdədir Rəhimov Murad. İsmailov Elman şəhid oldu Oxaramutda. O həmişə xatırlanacaq bu doğma yurtda. Bir soyuq qış günü qarda, qrovda, Yalçın itkin düşdü bir gün Murovda. Çox çətin keçirdi günləri ayı. Ölüncə gözlədi o Habil dayı. Gəlin biz düz danışaq, biz düzgün deyək. Onlara heç zaman itkin deməyək. Bu fikirdən çəkinmərəm mən geri. İtkin odur ki, məlum olmasın yeri. Axı onların yeri bizə əyandır. Onların hər biri cənnət məkandır. Onlar hər evdə, sizdə, bizdədir. Onlar ürəyimizdə, qəlbimizdədir. Yaddan çıxmaz heç vaxt, heç zaman bizim fəxrimiz Səlimov Sultan. Könüllü əlinə o silah aldı. Şəhidlik zirvəsinə o da ucaldı. Çox arıq cüssəli olsa da Çingiz, ondakı ürəyə heyran olduq biz. O həmişə düşəcək millətimin yadına. Şıxlar məktəbi oldu onun adına. Heç zaman düşmənə vermədi aman. Düşmənə qan uddurdu bizim Nəriman. Heç deyildi nə çəkilən, nə qorxan, şərəflə döyüşdü Dadaşov Elxan. Həmidov Bayram çox şərəfli yol seçdi. O vətən uğrunda canından keçdi. İgid öləcəkdi, qalacaq adı. Yaddan çıxarmarıq bizim muradı. O cəsarətli igiddir, nərdi, düşmən tankına o sinə gərdi. Zeynalov Bəhruz, cənab leytinant. Hamı hörmət edirdi ona. Ömrünü şərəflə o vurdu sona. Onun adı dillərdə gəzər. Ona mahnı qoşdu bu Erşən Xəzər. Vətən yolunda Rauf verdi canını. O vətən yolunda tökdü qanını. Məhərrəm o Abbas, bir də məharət. Onlardan var idi qeyrət, cəsarət. Vətən uğrunda onlar döyüşdü. Adları dillərdən dillərə düşdü. Məhəmməd olsa da özü ucardan, fərqi yoxdur olursan hardan. Ağdam uğrunda döyüşdə olub. Elə Qərvətdə də büstü qoyulub. Hərbi xidmətdə idi Məmmədov Fərid. Doğma vətən uğrunda o oldu şəhid. O itkin düşsə də nəşi tapıldı. Doğma torpağa o tapşırıldı. Cəbhədə düşmən pis günə qaldı. O mülki əhalini hədəfə aldı. Yadımızdan çıxmaz onlar heç zaman. Mülki əhalidən biz verdik qurban. Olmadıq onlara heç vaxt biganə. Şəhid oldu Sevda, Tərlan, yeganə. Düşmən azğınlaşmış, aşmışdı həddin. Çox faciəli şəhid oldu bizim Nürəddin. Cavan idi arzusu ürəkdə qaldı. Şəhidlik zirvəsinə o da ucaldı. Şəhidlər görürdük baxsaq hər yana. Şəhid oldu Nuridə, Fatıma, Tatyana. Hər gün, hər saat verirdik qurban. Onlardan biri də Həsənov Elman. Əzizləri indi də göz yaşı tökür. Şəhid oldu Qərvətdə Rəhimov şükür. Farizin yox idi cəmi 10 yaşı. Həyətdə oynamağa qarışmışdı başı. Düşmən gülləsi tuş gəldi ona.
Uşağın ömrünü o verdi sona. Baxıb keçmişimizlə fəxr edirik biz, fərəhlə döyünür bizim qəlbimiz. Döyüşüb hər oğlumuz pələng kimi, şir kimi, igid sərkərdəmiz, cavanşir kimi, Koroğludan, Babəkdən danışım mən sənə, onlar baş əymədilər heç vaxt düşmənə. Biz cəmləşdik, biz birləşdik, bir olduq, bir ali baş komandan bir yumruq olduq, qalmadı Qarabağda bir erməni dıqası, özümüz olduq yurdumuzun ağası. Qovuldu vətəndən şərəfsiz yağı, igidlər azad etdi Can Qarabağı. Bayrağımız ucaldı, göylərə dəydi, heç kimin qarşısında baş əyməyən millətim şəhid məzarının qarşısında başını əydi. Şəhidlərin ruhu həmişə şaddır, çünki Qarabağımız indi azaddır. Baxın, siz yetirin bir nəzər, çox əmək sərf etdi Bağırov Azər. Sərf etdi vaxtının o zamanını, yaratdı şəhidlər xiyabanını. Çox gözəl düzəltdirdi məzardaşların, əbədiləşdirdi öz döyüş yoldaşların. Şəhidlər xiyabanına qoy hamı getsin, o nur üzlü şəhidləri ziyarət etsin. Sağ olun, Allah şəhidlərimizə rəhmət eləsin.